rüşvətxor məmurlar tutulur. Hansının övladına baxırsan, çoxsu hüquq mühafizə orqanlarındadır. Rüşvətxor məmurun övladı hüquq mühafizə orqanlarında necə işə girir? O xalqa necə xidmət göstərə bilər? Rüşvətxorun oğlu rüşvətxor olacaqdır da. Bax, o rüşvətxorun oğlu xalqa normal xidmət göstərə bilər, dövlətə sədaqətlə xidmət edə bilər. Rüşvətxor rüşvətdən, topladığı rüşvətdən verib o övladın qoçlarıdır. O rüşvətxor məmurlar bir neçə ildən sonra azadlığa çıxır. Onları mənimsədiyi milyonlara verir. O rüşvətxor məmurları elə cəzalanmaq lazımdır. Onların oğurladığı o nə qədər pullar var, hamısı əllərindən alınmalıdır. Bir dənə 2 otaqlı mənzil verilməlidir, ayda da 300 manat verilməlidir ki, get bu pulla dolan, gör o ehtiyac içində yaşatdığın o rayon əhalisi, xalq gör nələr çəkir. Onlar elə bilirsiniz ki, götürmələrə düşəndə, həbsxanalara düşəndə əziyyət çəkirlər. Həbsxanada da pullarını verirlər, ən yaxşı otaq onlara verir.